Salam əziz abituriyentlər. Bu gün sizə maraqlı blok sualları silsiləsindən demək 4 maraqlı sualın izahını təqdim edəcəm. Əvvəlcə bunu qeyd edim ki, bu sualları hər gün paylaşdığım üçün mütləq kanala abunə olaq və paylaşımlarını bəyənək ki, suallar vaxtında qarşınıza çıxsın. Keçək sualların izahına. Birinci sualımızda isə görürük ki, inteqralla bağlı bir sualdır. Müəyyən inteqralı hesablamaq üçün Newton-Leibniz düsturunu bilirik. Gəlin yazaq ki, integral A-dan B-yə qədər kiçik fx dx ifadəsi bizə böyük fx sərhədlərimiz A-dan B-yə qədər. Bu isə məlum məsələdir ki, fb çıxaq f a ifadəsini verir. İndi bu düsturu misalımıza tətbiq etsək, integral 1-dən 8-ə qədər fx dx bərabərdir. Demək, böyük fx 1-dən 8-ə qədər yazsaq, onun da əvəzinə f8 çıxaq f1 ifadəsini yaza bilərik ki, o da 14-ə bərabərdir. Daha sonra integral 1-dən 13-ə qədər kiçik fx dx bərabərdir böyük fx 1-dən 13-ə qədər. Bu da bizə f13 çıxaq f1 ifadəsini verəcək. Onun da qiyməti 9 olduğunu bilirik. Gəlin burada bir sistem alaq və sistemlə aşağıdakı tənlikdən yuxarıdakı tənliyi çıxaq. Bu halda f1-lər islah olunacaq. f13 çıxaq f8 bərabərdir. 9-dan 14-ü çıxsaq, -5-ə bərabər qiymət alırıq. Daha sonra 4 integral 8-dən 13-ə qədər fx dx-i hesablasaq, görərik ki, burada 4 qalır. Demək, böyük fx sərhədlər 8-dən 13-ə qədər. Burada sərhədləri yerinə qoysaq, 4 f13 çıxaq f8 ifadəsini alırıq ki, biz də əvvəlki hesablamamızda f13 çıxaq f8-in qiymətinin -5 olduğunu təyin etmişdik. Gətirib ifadədə yerinə qoysaq, 4 vurulsun -5 bizə -20 cavabını verir ki, doğru cavabımız C variantında qeyd olunub. Keçək ikinci sualımızın izahına. İkinci sualı limitlə bağlı olan bir sual olduğunu görürük. Burada biz əvvəlcə bir sadələşdirmə eləyək. Yəni 1 çıxaq kosinus 2x ifadəsinin əvəzinə mən sizə yaza bilərəm ki, 1 çıxaq kosinus 2x bölünsün 2 vurulsun 2. Yəqin ki, şagirdlər bu ikiləri ixtisar etsək, əvvəlki ifadə ilə eyni bir ifadə alındığını görürük. Burada heç bir dəyişiklik yoxdur. Sadəcə əvvəlki hissəni ixtisar etmədən 1 çıxaq kosinus 2x bölünsün 2-ni biz bilirik ki, sinus kvadratı x düsturunun dərəcə azaltma düsturudur. Yəni vurulsun 2. Bu formada yazsaq, verilən ifadəni limitdə yerinə təyin edək. Demək ki, limit x yaxınlaşır 0. Sürətə yazıram 2 sinus kvadratı x. Məxrəcdə isə x sinus 2x ifadəsini yazıram. Daha sonra sürətdə verilən ifadəni, yəni limit x yaxınlaşır 0 şərtində 2 sinus kvadratı x məxrəcdə x vurulsun. Sinus 2x-i 2 sinus x kosinus x şəklində açsam, ixtisarlarımızı aparsaq, 2-ləri apardıq, sinusun birini apardıq. Bizdə alınacaq, demək, bərabərdir. Limit x yaxınlaşır 0-a. Sürətdə alınır sinus x ifadəsi. Məxrəcdə isə alıram x kosinus x ifadəsi. Axı müəllim, burada da x-in yerinə 0 qoya bilmirik deyirsiniz. Bəli, onda nə edək? Sürət və məxrəci gəlin kosinus x-ə bölək. Sürəti də bölürəm kosinus x-ə, məxrəci də bölürəm kosinus x-ə. Burada nə baş verir? Kosinus x-lər islah olunur, ixtisar olunur. Sürətdə sinus x bölünsün kosinus x ifadəsi bizə tangis x verəcək. Bəli, limit x yaxınlaşır 0-da, sürətdə alınacaq tangis x ifadəsi, məxrəcdə isə yalnız x qalır. Bu ifadə bizə birinci görkəmli limitdən 1-ə bərabər olduğunu artıq qayda olaraq bilirik. Demək, bu ifadəmizin limitin qiyməti 1-ə bərabərdir. Keçək növbəti sualımızın izahına.
Növbəti sualda görürük ki, bizdən 9 yerli olan sıraya 9 olan təsadüfi qaydada əyləşir. Onlardan Araz, Gündüz və Fərdin yanaşı oturması ehtimalı. Yəni bu ehtimalı tapmaq üçün demək biz Araz, Gündüz və Fərdin mütləq şəkildə yanaşı otuzdurmağa çalışmalıyıq. Burada da demək K, N, L, J, H, J var daha doğrusu bizdə. Gəlin D, H və I şəklində ifadə edək. Burada 9 nəfər var. Sadəcə bu 3 nəfərin həmişə yanaşı gəlməsini istəyiriksə, 6 nəfər burada, onların özünə 1 nəfər kimi baxsaq, ümumilikdə demək sanki bizdə 7 nəfərin yer dəyişməsindən söhbət gedə bilər. Demək, ehtimalımızı hesablasaq, P ehtimalımız ümumi 9 nəfərin yer dəyişməsini istəyirik. Bunun üçün bizdə 7 nəfər yer dəyişə bilər və daha sonra Araz, Gündüz və Fərid də öz aralarında, onlar 3 nəfərdir, öz aralarında 3 faktorial kimi yer dəyişmə edə bilər. 7 faktorial, 9 faktorial ixtisar etsək, 8 vuraq 9 məxrəcdə, 3 faktorial 2 vuraq 3-dür. 8-i 2-yə ixtisar etsək 4, 9-u 3-ə ixtisar etsək 3. Məxrəcdə 3 vuraq 4, sürətdə isə bir ifadəsi alındı. Demək 12-də 1. Ehtimalımız 12-də 1-ə bərabərdir. Doğru cavabımızı tapdıq. Keçək 17-ci sualımızın izahına. 17-ci sualda görürük ki, bir bərabərsizlik sualı verilibdir və biz əvvəlcə x kvadratı çıxaq, m çıxaq 1x üzərinə gəl m çıxaq 2 bərabərdir 0 tənliyi üçün V teoremi yazsaq, x1 plus x2 cəmi bizə əks işarəli ikincədir, yəni m çıxaq 1-i, x1 vurulsun x2 hasili isə sərbəst həddimiz m çıxaq 2-ni verəcək. Gəlin axtarılan ifadəyə baxaq ki, x1-in kvadratı üstə gəl, x2-nin kvadratı üstə gəl 2 kiçikdir 7 vurulsun m plus 1 bizə nə verir? Gəlin bu x1 kvadratı plus x2 kvadratı əvəzinə x1 plus x2-nin kvadratı çıxaq 2x1 x2 yazaq. Sonra plus 2 kiçikdir 7 vurulsun m plus 1 yazsaq. Nə alınacaq? x1 plus x2-nin əvəzinə m çıxaq 1-in kvadratı çıxaq 2 vurulsun. Hasilimiz m çıxaq 2-yə bərabərdir. Üzərinə gəl 2 kiçikdir 7m plus 7 yaza bilərik. Buradan kvadrat açılsa, yəni müxtəsər vurma düsturuna görə m kvadrat çıxaq 2m plus 1 çıxaq 2m plus 4 plus 2 sol tərəfə keçirsə ifadəmizə çıxaq 7m çıx 7 kiçikdir 0 ifadəsi alınacaq. Buradan müsbət 1, müsbət 4, müsbət 2, müsbət 7-ni verir və mənfi 7 ilə islah etsək, biz alırıq ki, m kvadratı çıxaq 2m çıxaq 2m çıxaq 7m, yəni çıxaq 11m kiçikdir 0 bərabərsizlik qalır. Buradan m-i ortaq vuruq kimi çıxarsam, m çıxaq 11 kiçikdir 0-a. İfadəmizin kökləri məlum məsələdir ki, 0-a və müsbət 11-ə bərabərdir və kiçikdir olduğu üçün içərisi mütləq bərabərsiz intervalda boş götürülür və interval şəklində baxsaq, m-ə 11-dən böyük ədəd desək, 20 desək məsələn, 20 vurulsun 9, 180 müsbət, mənfi və müsbət qiymətini alırıq ki, bizdə mənfi olduğu aralıq, yəni 0-11 aralığıdır. Demək, m-imiz böyükdür 0-dan, kiçikdir 11-dən. Belə bir cavab isə Y bəndində alındı. Əgər videomuz sizlər üçün faydalı olursa, mütləq bəyənməyi unutmayın. Sağ olun.